Burada maraqlı bir sualla qarşılaşırıq. Bu da ondan ibarətdir ki, nəyə görə Allahdan bizi düz yola yönətməsini istəyirik? Məgər biz azğın yoldayıq? Üstəlik bu söz hardasa bizə yaraşdığı halda, bütün eyib, nöqsan və günahlardan uzaq olan peyğəmbər və imamların Allahdan belə bir istək diləməsi nə dərəcədə doğrudur? Buna cavab olaraq qeyd etməliyik ki, əvvəla az öncə bildirdiyimiz kimi hidayət yolunda insan hər an azğınlığa düçar olma təhlükəsi ilə üzbəyüzdür. Bu səbəbdən də özünü Allaha tapşırmalıdır ki, onu düz yolda sabit qədəm etsin. Heç vaxt unutmamalıyıq ki, bütün varlığımız və nemətlər an-ban Allah tərəfindən bizə yetişir. Daha öncə də qeyd etdiyimiz kimi, biz elektrik cəryanından enerji olan elektrik lampasına bənzəyirik. Bu cəryan nə vaxt kəsilsə, lampanın da işığı sönəcək. Müstəqil bir varlıq kimi görünsək də, hər an Allah tərəfindən varlığımızın ayaqda qalması üçün bizə təzə enerji verilir. Deməli, varlığımızı davam etdirmək üçün hər an Allah tərəfindən yeni enerjiyə ehtiyacımız olduğu kimi, hər an yeni hidayətə də ehtiyacımız var. Əgər Allah ilə aramızdakı mənəvi əlaqədə maneələr yaranarsa, bu maneələr Allah ilə olan əlaqəmizi kəsəcək və həmin an düz yoldan sapmış olacağıq. Biz Allahdan istəyirik ki, belə maneələrlə qarşılaşmayaq və düz yoldan sabit qədəm olaq. İkincisi, hidayət əslində təkamül yoludur ki, insan onun mərhələlərini tədricən qət edərək nöqsanları arxada qoyub daha yüksək mərhələyə çatır. O da məlum olur ki, təkamül yolu sonsuzdur. Belə olduğu halda, deməli, peyğəmbər və imamların da Allahdan hidayət istəməsi, onları düz yola yönəltmə diləyi doğrudur. Çünki mütləq kamillik yalnız Allaha məxsusdur. Ondan başqa bütün varlıqlar təkamül yolunda irəliləyirlər. Bunu nəzərə alaraq, peyğəmbər və imamlar da Allahdan istəyirlər ki, onları düz yola yönəltsin və beləliklə onlar təkamül yolunda daha yüksək mərhələlərə yetişə bilsinlər. Daha çox insan faydalansın deyə bu videonu bəyən və yadda saxla.